Salam uşaqlar, din buraxılış imtahanında istifadə olunmuş suallardan gəlin biri ilə tanış olaq. Ana indi xörək bişir cümləsində feilin nə et sualına cavab verdiyin nəzərə alaq, doğru fikir müəyyən edin. Belə bir sual yəqin ki, bu ildə düşə bilər, ona görə diqqətli olun. Burada deyir, feilin nə et sualına cavab verdi. Burada bişir sözünü, bişir, 2 dəfə yazaq. Bişir. Biz bunu bir dəfə belə götürə bilərik. Bişir. Bir dəfə də belə götürə bilərik. Bişir. Yəni bir dəfə leksik şəkilçi kimi düşünə bilərik. Bir dəfə də qrammatik şəkilçi kimi düşünə bilərik. Nə et sualına cavab verdirsə, onda biz bu leksikə baxacağıq. Nə et? Nə et? Bişir. Kim? Sən. Bizim burada əgər deyək ki, bu leksik şəkilçi kimi fikirləşsək, bizim burada mübtədamız deməli sən olar. Bu A bəndində deyir ki, mübtədə və xəbər arasında uzlaşma əlaqəsi göstərilib. Heç burada mübtəda yoxdur. Yəni bunların arasında necə uzlaşma əlaqəsi ola bilər ki? Adlı qaldı olan sözlə ifadə olunan cümlə üzvü yoxdur. Hal-hazırda burada əgər bu leksikdirsə, gəlin bu cümləni təhlil edək. Bişir. Kimsə nəyi, xörəyi, bu olacaq tamamlıq hal-hazırda. Tamamlıq. Xörək sözü burada tamamlıqdır. Qeyri-müəyyən təsirlik haldadır. Qeyri-müəyyən təsirlik haldadır. Burada ana var. Ana da bizim xitabımızda adlı qaldadır. İndidəki heç də zaman zərfidir. Deyir ki, adlı qalda olan sözlə ifadə olunan cümlə üzvü yoxdur. Bəli, adlı qalda anadır. Ana da xitabdır, cümlə üzvü deyil. Elə cavab A bəndidir. Sonra bura baxaq. Xəbər indiki zamanda olan feil ifadə olunub. Xeyr, dedik ki, bişir bu cürə təhlil eləyəndə biz bu cürə təhlili götürmədik axı. Çünki bu cürə təhlil eləyəndə nə edir sualına cavab verir. Nə edir? Biz bunu götürmədik. Mübtədə vəzifəsində işlənən isim var. Xeyr, burada mübtədə yoxdur hal-hazırda. Cümlədəki bütün sözlər quruluşca sadədir. Yox, axı biz bunu bu cürə götürdük. Bişir. Leksik götürdük də. Ona görə sadə deyil. Cavabımız oldu B bəndi.